Damar tutulması dedikdə, əgər ürəyə qan aparan damarlar tutulubsa, ürək damarlarının tutulmasının əlamətləri sinədə bütün sinəyə yayılmış yandırıcı və yaxud göynədici ağrılar və də sıxıcı ağrılar, ritm pozğunluqları, təngi nəfəslik, hərəkət zamanı ağrıların şiddətləşməsi, bəzi xəstələrdə isə hətta sakitlik ağrıları da özünü göstərir. Çox güman ki, damar tutulması deyiləndə çox hallarda aşağı ətraflarda olan damar tutulmasından söhbət gedir. Aşağı ətraflarda olan damar tutulmasının ən çox əlaməti yeriyən zaman xəstə bir müddət 100 metrə qədər, 200 metrə qədər məsafə gedir, baldırlarda baş verən ağrılar, keylik hissi, sanki xəstə ayağına corab giyib, corab şəkilli keylik hissi və soyuqluq hissi. Xəstələrin ən çox elədikləri şikayət yayın isti olmasına baxmayaraq, sanki ayaqları soyuq buzun içərisindədir, belə deyirlər. Yeriyərkən ağrıdan danışdıq. Yeriyərkən ağrıdan onu qeyd edeyim ki, xəstələr dayananda bu ağrılar keçir. Damar tutulması ilə olan ağrılar bel ağrılarından ən çox fərqləndirən cəhət, bel ağrıları, yəni qrija, el arasında qrija deyilən yırtıq nəticəsində əmələ gəlmiş ağrılar xəstə uzanarkən artar. Damar tutulması nəticəsində əmələ gələn baldır ağrıları isə xəstə hərəkət etdiyi zaman artır.